Gəncədə döyülərək öldürüldüyü iddia edilən Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi bugün açıqlanıb. Mərhum 11-ci sinif şagirdi Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb. Bu barədə bugün Dövlət İmtahan Mərkəzi tərəfindən SMS bildiriş göndərilib. İbrahimov Elgün Zaur 4 may 2025-ci il tarixində Azərbaycan dili fənnindən keçirilmiş imtahanda 100 baldan 85 bal toplamısınız. Eyni zamanda Elgün 9 mart 2025-ci il tarixində keçirilən Dövlət İmtahan Mərkəzinin 11-ci sinif buraxılış imtahanında isə 300 baldan 204 bal toplayıb. Biləsuvar rayonunda fərdi evi ildırım vurub. Hadisə rayonun Xırmandalı kəndində baş verib. İldırım düşən ev kənd sakini Nazim Adıgözəlova məxsusdur. Ev sahibinin sözlərinə görə ildırım əvvəl evin üstünü vuraraq dağıdıb. Sonra isə evdəki elektrik avadanlıqları və elektrik sayğacını yararsız hala salıb. Sakinin bildirdiyinə görə sonuncu dəfə kəndə təxminən 10 il öncə ildırım düşüb və bu nadir hadisədir.